Əziz bilgələr, bu dəfə sizə mikrofonsuz ümidvaram sonumuzu izahımızı çəkirəm. İyanə kampaniyasının yekunlaşması nəticəsində artıq mikrofonumuz gəlir. Prosto deyəsən Bağdatdan gəlir. Hələ gəlib çatmaq bildirir. Qısa zamanda mikrofonla təmin edildikdən sonra daha keyfiyyətli bir izahla qarşınızda olmağı umuram. Bugünkü dərsimiz Mars soyqırımı dərsidir. Təzə kitablarda Mars soyqırımı dərsinin içərisində, yəni onun ardınca Şimali Azərbaycan istiqlaliyyət yolunda dərsi də var. Bu ikisini bir yerdə danışıb izah edəcəm sizə. Köhnə kitablarda isə yarımçıq qalan hissələrin uşaqlar yenidən davam edib oxumalıdırlar. Ümumiyyətlə biz birinci adı Mars soyqırımı dərsi olsa da bəzi şeylər var ki, kitablarda mövzuların dəyişməsinin nəticəsində ora-bura oynayıb, birinci onlardan danışmalıyıq. Əvvəlcə biz onu dedik ki, bu Cənub Qafqaz Komissarlığı yaranmışdı 17-ci ilin noyabrında. Komissarlıq qərar verir ki, daha doğrusu Komissarlıqla Osmanlı arasında dekabrın 5-də Ərzincan müqaviləsi imzalanır. Bax, Ərzincan müqaviləsi Komissarlıqla Osmanlı arasında olur. Və Ərzincan müqaviləsinə görə qərar alınır ki, Rusiyanın əməliyyatı dayandırır cəbhədə, yəni Osmanlı cəbhəsində və Rus qoşunları geri çıxır buradan. Komissarlıq da buradan çıxan Rus qoşunlarına bağlı oturub fikirləşir ki, bu qoşunlarla bağlı eləyə bilərik və bu fikirləşmənin böyük bir zəka sərfiyyatının nəticəsində dekabrın 11-də qərar verirlər ki, milli alaylar yaradılsın. Çünki komissarlığın tərkibində müxtəlif milliyyətin nümayəndələri vardı. Məsələn, biz vardı, Gürcülər vardı, ermənilər vardı. Milli alayların yaradılması haqqında qərar verir. Bunda da elə dekabrın 11-də Şıxlinskinin başçılığı altında müsəlman alayının yaradılması haqqında qərar verilir. İndi müsəlman alayının yaradılması haqqında qərar verilir. İşin yaxşı tərəfi kimi görsənir bu. Pis tərəfi oldu ki, bizə silah verən oldu. Oradan gələn qoşun indi girişdə bu hissədən danışır. Deyir, cəbhədən geri qayıdan qoşun Bakıda ləngiyir. Ləngimənin iki dənə səbəbi var. Birinci səbəbi müharibənin ağırlığı, fəsadları. Çünki qışda zadda döyüşürlər, orada cəbhə pis idi. Gəlib Bakıda dincəlməyi seçirlər. İkincisi isə bolşeviklərin təbliğatı idi. Çünki müharibədən qayıtmış insana istəməz, sən müharibəni istəsən, o da sənin kimi pisləyəcək. Çünki müharibənin çətinliyini o görür. Bolşeviklər də müharibəni pisləyir, insanlara zülüm, fəhlələrə zülüm, orduda qalır burada. İndi sonra bizə silah-sursat verilməlidir, bunlar bizə silah-sursat vermirlər. Bizimki öyle qərar alır ki, bu cəbhədən geri qayıdan Rus qoşunları qabağını kəssinlər, silah-sursatlarını məcbur alsınlar. Ona görə bir neçə məntəqədə toqquşmalar baş vermişdir. Bu toqquşmanın biri və demək olar ən böyüyü və qanlısı 18-in yanvarında Şəmkirdə baş tutmuşdur. Hətta bu qanlı toqquşma zamanı neçə dənə Rus əskərləri də yaralanmışdı. Ruslar papaqlarını atmışlar göyə, saçlarını yolmuşlar ki, Azərbaycanlılar bizimkiləri qırıb. Biz də bu dəndə taksi tutduq. Buradan Xas Məmmədovuydu, Xoyski idi, Rəfibəyovuydu, Şəfibəyovuydu. Bunları dolduq hamısını göndərdik ora Vitayla. Sən yox idin, yalanlar. Sən orada gizlənirdin. Vitayla bunları göndərdik ki, gedin məsələni həll edin. Orada yaralanmış Rus əskərlərinə də şey deyir, Şəfibəyov, yoxsa Şəfiyev, neysə o doktor orada müalicə edir bunlar. Gətirlər Bakıya, bunları əməliyyata zada alırlar Semaşqada. Bir-iki dənə orqanlarında götürürlər bunları, görürlər bekarçılıqdır, onsuz da bunların xəbər olmayacaq. Müharibədən gəlib adıyla bir-iki dənə orqanlarını götürürlər. Ruslar sonra deyir ki, hə, bəs sizə qarşı bizdə mənfi fikir yaratmışdılar, sən demə yaxşı insanlar imişsiniz. Biz de deyirik, sağ ol. Ciblərinə bir 5 manat basır, 100% o 5 manatı basmışıq onların ciblərinə. Yola sağlık gedir. Bundan sonra 18-in yanvarında elə Petrograd şəhərində, paytaxtda Lenin çevriliş edir. Nətər çevriliş edir? Daha doğrusu çevriliş yox. Məclislər məclisini qovur. Bundan sonra biz keçən dərsdə demişdik, amma ətrafı danışmamışdım. Komissarlığın fəaliyyətini dayandırmasından sonra komissarlıq indi fəaliyyətini dayandıracaq. Haradasa, bu hadisələr ümumiyyətlə 1918-dir. 18-in fevralından danışıram hal-hazırda. Fevralda bizə iki dənə tarix verilir. Biri 10'u, biri 23'ü. Fevralın 10'u fəaliyyətini dayandırır komissarlıq, Cənub Qafqaz. O da nəyə görə dayandırır? Etiraz edir. Leninin bu hərəkətini etiraz edib deyirlər, yox da biz oynamırıq, getdik. Ondan sonra yenə bu üç fraksiya yığılır, deyir ki, belə olanda öz başlanılıq olur da. Gəlin özünüz təzə bir qurum yaradır. Bunun nəticəsində fevralın 20-sində Seym yaradırlar. Seym sözü
Polşada deyəsən qanunverici orqan adı idi. Burada 3 dənə fraksiya daxil idi. Yenə Azərbaycan, yəni müsəlmanlar, ermənilər və gürcülər. Ən çox deputat sayı bizdə idi, 44 dənə deputatımız vardı. Müsəlman fraksiyasının başçısı da Məmməd Əmin Rəsulzadə idi. Bu adların hər biri önəmlidir, yəni sizi çaşdırmaq üçün sualları dəyişə bilərlər. Və dediyim kimi, bu Seym özünü qanunverici orqan elan edir və onun ilk məqsədi özünü hökumətin yaratmaq edir və onu yaradır. Ondan sonra başlayır fəaliyyətə. Ümumiyyətlə biz deyim ki, keçən dərsimizdə və bu dərsimizdə Cənubi Qafqazda 3 dənə orqan haqqında danışırıq. Xüsusi Cənubi Qafqaz Komitəsi. Biz keçən və bu dərsimizin içində 3 dənə qurum haqqında danışdıq. İndi gəlin bir dənə bu qurumların hansı ki topluda testi var. Bir ümumi analiz edək. Məsələn, bu qurumların üçünün oxşar xüsusiyyəti odur ki, 1-ci Dünya Müharibəsi dövründə yaranıblar. 1-ci Dünya Müharibəsi 18-in noyabrın 11-nə qədər davam edirdi. Və 3 qurumun yenə üçünün oxşar xüsusiyyəti ki, 1-ci Dünya Müharibəsi dövründə fəaliyyətini dayandırıblar. Həm yaranıblar, həm fəaliyyətini dayandırıblar. 1-ci və 2-ci qurumun oxşar xüsusiyyəti odur ki, bunlar 17-ci ildə fəaliyyətə başlayıblar. Amma baxın, 3-cü qurum 18-də fəaliyyətə başlayıb. 1-ci və 2-ci qurumun oxşar xüsusiyyətidir ki, Bolşeviklərin hakimiyyətini qəbul eləməyiblər. 1-ci qurum ona görə sübut edib, 2-ci qurum da elə ona yaxın səbəbə görə, Petrograd çevrilişinə görə sübut edib. Yəni daha doğrusu Seymin buraxılmasına görə sübut edib, fəaliyyətini dayandırıb. 2-ci və 3-cü qurumun oxşar xüsusiyyəti xarici siyasətdə Osmanlı ilə danışıqlara getməsidir. Hansı ki, komissarlıqdan danışanda mən məyər burada Ərzincan müşavirəsində danışdım. İndi Seymin xarici siyasət fəaliyyətindən indi danışacağım. Hansı ki, burada birinci qoburan danışım tutarım, sonra qaydaram soyqırma. Çünki biraz qarışıq verirlər bu hissəni. Seym fəaliyyəti başlayır və bundan sonra 18-ci ilin martın 3-də Brest-Litovsk müqaviləsi imzalanır. Bu müqavilə Rusiya ilə Osmanlılar arasında imzalanır. Müqavilənin şərtinə görə müharibə tamamilə tərəflər arasında dayandırılır. Çünki Almanya və o müttəfiqlərlə imzalanmışdır bu müqavilə. Və müqaviləyə görə Rusiya işğal elədiyi Qars, Batum, Ərdahan torpaqlarını geri qaytarmalıdır. Və ondan sonra bu torpaqlar da Seymin əlində idi. Seymə deyirlər ki, ver o torpaqları. Seym də vermir. Deyir, mən verəm deyirəm. Ona görə bir konferans keçirilir, Trabzon. Trabzon konferansı əhatə edir 14 mart, 13 aprel tarixini. Bu məsələdə ümumiyyətlə Brest-Litovsk müqaviləsini müzakirə eləmək üçün yürüşmüşlər. Amma burada hər fraksiya öz səbəblərinə görə narazı idi. Məsələn, gürcülər Batumu vermək istəmirdi. Gürcülərlə bizimkilər Batumu vermək istəmirdilər. Bizimkilər niyə Batumu vermək istəmirdi? Çünki Qaradənizdən gələn neft kəməri Batumdan keçirdi. Biz də əgər Batumu Osmanlıya versək, gərək hər dəfə xaricə neft göndərəndə Osmanlı qılıncının altından keçəcək. Osmanlıya da gərək gömrük haqqı ödəyək ki, nədir bizim neftimizi buraxırlar ora. Ona görə bizimkilər deyir ki, yox, biz istədik. Amma bizimkilər qışqıra-qışqıra demir də. Astat ondan deyir. Çünki Osmanlı ilə də münasibətləri pozulmaq istəmirdi. Əsas gürcülərlə ermənilər düşmüşlər ortaya. Bizimkilər də arxadan deyir də gürcülər qızışır. Batumu vermə, Batumu vermə. Ermənilər də qarşısına Ərdahanı vermək istəmir. Onlar da dirəşiblər. Osmanlı da deyir ki, birincisi, gedin özünüzə müstəqil dövlət yaradın. Siz də Rusiyanın himayəsində bir qurumsunuz. Mən sizi müstəqil dövlət kimi tanımıram. Mən Rusiya ilə müqaviləni bağlamışam. Sizə xoşluqla deyirəm ki, torpağı verin. Yox, siz xoşluqla vermək istəmirsinizsə, əmud gələcək bu saat. Osmanlı bunlara deyir, elə ki, daşa söz deyirsə, bunlardan səs sıxmır. Bunlar nəsə qərarı alırlar ki, Osmanlı dalaşsınlar. Bizimkilər görür ki, qan qaçılmazdır, deyirlər ki, biz dalaşmırıq. Qardaşımızdan dalaşması deyil. Bu birisilər ki, erməni ilə gürcü cəsarətli çıxırlar da oradan. Aprelin 30-da başlayırlar Osmanlı ilə qırışmağa. 8 gün döyüş davam edir. 8 gündən sonra Osmanlı bunların belini qırır. Və nəticədə 22 apreldə xüsusi Cənubi Qafqaz Demokratik Respublikası adlı müstəqil qurum yaranır burada. Bu qurum yarandan sonra Osmanlı deyir, gəl otur söhbətimizi eləyək. Osmanlı tutur bunların qulağından aparıb Batumda deyir ki, gəlləri hadisə yerində müzakirə edir. İndi mayda Batum konferansı çağırılır. Batum konferansında Osmanlı bayaqdan deyirdi ki, nəzərdə tutulan torpaqları verin. İndi də deyir ki, torpaqları vermək sizin boynunuzun borcudur. Pirusdakı bu 8 günlük müharibədə maddi ziyan vurdunuz, mənəvi ziyan vurdunuz deyə əlavə torpaq verməsiniz. Canınız çıxsın verin. Mən sizə xoşluqla deyirdim, verin, vermirdiniz. İndi məcbursuz əlavəsi artığı ilə verməyə. Bir də ki, bizimkilər görür ki, fürsət bu fürsətdir. Deyirlər ki, bəs Osmanlı qoşunu da göndərərsiniz Bakıya. Bəs burada qırğınlardan sonra vəziyyət pis idi də.
Qırğınların qarşısını almaq üçün deyirlər ki, bizimkilər Osmanlı gəlsinlər Bakıya. Nəysə, Batum konfransı həll olur. Seymin haqqında sonuncu danışacağım şey isə 26 may tarixində yenə Gürcüstan Seymin tərkibindən çıxır, öz müstəqilliyini elan edir, bununla Seymin fəaliyyətini dayandırır. Deməli, Seym yaranıbdır, fevralın 23-ü yaranıbdır, 26 mayda fəaliyyətini dayandırır. Gürcüstanın çıxmasına fəaliyyətini dayandırır. Bu sizin bir dərsiniz. İndi keçirik soyqırım dərsinə. Keçən dərsimizdə bir qədər bundan danışmışdıq. Bakıda hakimiyyət müsəlmanların əlində deyil idi, amma Bakı önəmli şəhər idi. Çünki əhalinin böyük bir hissəsi müsəlman, yəni biz idik. Və burada müsavatın sosial dayağı güclü idi. Ona görə də elə düşmənlərimiz Bakını hədəf seçmişlər ki, qırğını Bakıda həyata keçsinlər. Biz əsas məqsəd o ki, biz Bakının neftini ələ keçirsinlər. Bakı strateji yerdəydi. Bakını ələ keçirsək, demək olar bütün Azərbaycanı ələ keçirmiş olurdular. Bir buranın Rus erməni şəhərindən çevirmək istəyirdilər. Bir də təbii ki, müsavatın sosial bazasını məhv etmək istəyirdilər. Amma bu müharibəyə başlamazdan əvvəl 18 martında ermənilərlə bolşeviklər arasında, ermənilərin Daşnak partiyası, bolşeviklər arasında gizli saziş imzalanır ki, bizə qarşı birləşirlər bunlar. Sonra orada belə bir şey qeyd edin ki, bizim Evelina gəmimiz vardı, Lənkərandan qayıdırdı, atıcı gəmi idi, atıcı alay yaratmaq üçün gəlirdilər. Həmin gəmidən müsadirə edirlər. Orada belə bir cümlə var ki, həmin gəmi yasa getmişdi, yasa gedirdi. Yasa kimin yasıydı? Hacı Tağıyevin oğlunun. Və kitabımızda belə qeyd edir, faciəli şəkildə deyir ölübdür. Sonra, illər sonra mən keçən dəfə izah çəkəndə bunu danışmamışdım, məsələn, bu yeni olacaq. Bir yerdə qarşıma çıxdı, Hacı Tağıyevin oğlu nətər ölür, maraqlı gəldim ağda. Deməli, bu kursant imiş, leytinat zad olacaqmış da nəzər? Kursant? Kursant, bəli. Və öz arkadaşlarının ortasında oturublar, cavan etmişlər bunlar. Başlayıblar Rus ruleti oynamağa. Güllərini qoyublar ki, silahını sizə fırlayıb atırmışlar. Boyunda girib oyuna fırladı, tak, sezildi. Yəni, faciəvi ölümü budur. Kursantı Rus ruleti oynayanda qurban getməyə. Kim ölmək istəsə belə bir oyun. Bəli, bu Rus ruletindən bir dənə qalib çıxa bilən adam var. Kimdə o? Mən. Süleyman Çakır. Ondan başqa heç kim Rus ruletindən qalib çıxa bilməz. Hə. O vaxtda deyir ki, Rusların içki etmişdir. Bəli, yaxşı da yaxşı. Baxmışıq, biz də şuna baxmışıq. Hə. Hə, dostlar, indi keçirik gəlmi yerə, gülmə tutarıq. Ayaqda kör yox. Nəysə bunlar kəsəsini. Nəysə bunlar martın 30-unda başlayırlar qırğına. Birinci Bakıda başlayırlar. Bakıdan savayı, məsələn, Şamaxıda qırğın eləyiblər, Qubada qırğın eləyiblər, Kürdəmirdə eləyiblər, Göyçayda, Salyanda, İrəvanda qırğın eləyiblər. Şamaxıda bunların qırğınında bunlara kim kömək eləyir? Malakanlar var, Ruslar. Onlar qəşə kömək eləyibdi ermənilərə, ermənilər şeylərin, bu bolşeviklərə. O gün uşaqlardan biri mənə sual verdi ki, mənim, bu Şamiyan erməni idisə, gələcək dərsinizdə bunu keçəsiniz. Deyir ki, Sentrakaspda ermənilərdən ibarət idi. Niyə Şamiyan öldürürlər? O dövrdə tək milliyyət məsələsi deyildi. Ortada ideoloji mübarizə də var idi. Şamiyan milliyyət cəhətdən erməni idi. Amma qırağı elə göstərir ki, bu ideoloji cəhətdən bolşevikdir. Daşnak deyil. Daşnak ermənilərin milli partiyası deyil, millətçi partiyası. Bu Şamiyan özünü erməni kimi yox, bolşevik kimi təqdim edir. Yəni, mən bolşevikəm. Nəysə, bu qırğınlar başlayıb, bizimkilər ilk vaxtlarda müqavimət göstərirlər, amma aprelin 1-də təslim oluruq. Çünki silah sursatımız yox idi, müdafiə eləyənimiz yox idi. Aprelin 1-i biz təslim olsaq da, ancaq aprelin ikisi şəhərdə qırğını dayandırırlar. Sentyabrın 15-nə qədər Bakı quberniyasında qırğınlar davam edirdi. Yadımdadır mənim həmişə, bunu bizim müəllim var idi məktəbdə. O səhnə də gözümün qabağında. Gedib pəncərənin qabağında durub belə çölə baxırdı. Başım belə-belə yerlərdə qayıtı dedi ki, bax bu hissələri o vaxtı gəliblər ermənilər şeylərlə, bolşeviklərlə. İndi o biraz abardırdı, türklər demiş. Zavrata qədər gəliblər, və ya da Zavratın adını çəkdim. Zavrata qədər tuta-tuta gəliblər. Amma Zavratdan o yana keçə bilməyiblər. Məsələn, Kürdaxanzad tərəfə keçə bilməyiblər. Onun səbəbi nə olub, kim olub? Bakı qoçuları. O dövrdə Bakıdakı qoçular, indiki qoçular kimi döyüldü. 5 parmaq, 4 parmaq sağ alıb gedib kimsə pul qopartmaq üçün divara dirənmirdi. Onlar zülmkarla, zalimla mübarizə apardılar. Və xüsusilə də burada Kürdaxanı qoçularının adını tarix səhifəsindən oxuya bilərsiniz.
maşağalarının adını oxuya bilərsiniz. Yəni bununla bağlı tarixdən həqiqətən böyük araşdırmalar var. Yəni Bakı dostları Bakının kəndlərində ermənilərin müsəlmanları qırmağının qarşısını almışdı. Amma yenə də sentyabrın 15-nə qədər bu qırğınlar davam edir. Nəhayətində bəs Bakı şəhərində nətər olub dayanıb? Bunlar dayanmırmış. Bu Bakıdakı Xəzər donanması axırda gəlib bunlara deyir ki, qırğınları dayandırmasan, bu saat erməni məhəllələrini bombardıman edəcəyik. Ondan sonra qırğınları dayandırıblar. Və bundan sonra Bakı Soveti bir sıra tədbirlər görübdür. İndi bizim şuraların fəaliyyətini dayandırıb, müsəlman şuralarının Bakıdakı, qəzetlərin fəaliyyətini dayandırıb. Ancaq bunların özünün texnikası işləyirmiş, belə deyək. Və bundan sonra artıq 1918-in aprelindən söhbət edirik. Aprelin 20-sində şəhər duması fəaliyyətini dayandırır, Bakı şəhər duması. Ona Xoyski başçılıq edirdi, əvvəlki dərsdə bunu xatırlayır, köhnə kitablardır. Bundan sonra isə aprelin 25-də Bakı xüsusi XKS, Xalq Komissarlar Soveti fəaliyyətə başlayır Bakıda. Və dostlar, fikir verirsinizsə, bu tarixdə Seyim mövcud olub. Amma Bakı Seyimin nəzarətində deyil. XKS-nin nəzarətindədir. Bu XKS-də əslində Rusların bir filialıdır burada. Milliləşdirmə adı altında Qırqızılımız idi, Xəzər ticarət donanmamız idi, neft idi. Bunların hamısının qardaş yardımatı ilə adıyla daşıyırlar Rusiyadə. Sonra burada da başlayırlar, məsələn, bir sıra qurumlar zadlar yaradırlar. Məsələn, neft sahəsində tədbir görürlər. Sonra İnqilabi Tribunal yaradırlar, məhkəmədə tədbir görürlər. Bu kimi, məsəl üçün, onların tədbirləri var idi. XKS-də ümumi fəaliyyətini deyim, bundan da dərs tutarım. XKS-nin fəaliyyəti davam edibdi L-ın 31-nə qədər, onun fəaliyyətinin qalan hissəsindən də AXC dərsinin içində söhbət edirik. Yəni, bu sizin böyük saydığınız, böyük hesab elədiyiniz dərsidir. Şimali Azərbaycan istiqlaliyyət yolunda və soyqırım dərsi ikisi bir yerdə, əziz dostlar. İzah edəcəyim dərs tutardı. Növbəti dərs izahımız artıq Azərbaycan Xalq Cumhuriyyətidir. Bir şey xatırlatma edirəm ki, Azərbaycan Xalq Cumhuriyyətində keçərli kitabından 24-25 kitabının arasında əlavə yoxdur. Sadəcə çıxarılmış bir şey var, bir neçə şey var. Mən uşaqlara həmişə tövsiyə edəndə deyirəm ki, təzə kitabdan oxumanız ona görə sizin üçün yaxşıdır ki, artıq məlumatlardan qurtulmuş olursunuz. Məsələn, orada bir siz oxuyasınız Xalq Cumhuriyyətinin içində bəzi şeylər var ki, onun gününə kimi köhnə kitabdan oxuyanda öyrənməyə məcbur olacaq. Amma təzə kitabda onun günü yoxdur. Bu kimi ağırlıqlardan qurtulursunuz. Əslində bu isə nədir? AXC-ni, belə deyim ki, azaltma. Uşaqlar zəhmət çəkmə onun gününə kimi öyrənməlidirlər, amma onun gününü çıxartmaq lazım deyil. Növbəti dərsinamız olan Azərbaycan Xalq Cumhuriyyətinin görüşmək ümidi ilə özünüzə yaxşı baxın.